Salam əziz izləyicilər, 5-ci sinif riyaziyyat 1-ci hissə səhifə 128 və 129-da olan çalışma həllərinə baxacaq. Bu səhifələrdə olan mövzu izahlarını isə kanalında kurslar bölməsinə daxil olub, oradan izləyib öyrənə bilərsiniz. Birinci çalışmada deyir ki, faizinə görə ədədi və ya kəmiyyəti tapın. 1-in A bəndində. 15% 36 olan ədəd birinci faiz gəlibsə, biz bunu necə hesablayırıq? Yəni faizinə görə ədədin tapılmasıdır. 36-nı vuracaq 100-ə, böləcək faiz göstərən ədədə, yəni 15-ə. 100%-ə vurub 15%-ə böləcək. Bunun hər birinin yanında, məsələn 100%-in də yanında, 15-in də yanında faiz işarəsi hər dəfə yazmaya ehtiyac yoxdur. İxtisar aparaq. 15 və 100, 5-ə ixtisar gedər 3 dəfə, 5-ə gedər 20 dəfə, 36 və 3-də 3-ə gedər 1 dəfə, 3-ə gedər 12 dəfə. Sürətdə qaldı 12 vur 20, cavabımız eləyəcək 240. B bəndinə baxaq. 50% 13 olan ədəd. 13-ü vuracaq 100-ə, böləcək 50-yə. 100 və 50, 50-yə ixtisar gedir 1, 50-yə gedir 2 dəfə. 13 vurulsun 2, cavabımız eləyəcək 26. C bəndində. 18% 16,2 olan ədəd. 16,2 vurulsun 100, bölünsün 18. Burada 16,2-ni 100-ə vursaq, eləyəcək 1620. 1620 də elə 18-in özünə bölünür. Tam bölünür. Cavabımız eləyir 90. Daha sonra D bəndində. 20% 72 olan ədəd. 72-ni vuracaq 100-ə, böləcək 20-yə. 100 və 20, 20-yə gedir 1 dəfə, 20-yə gedir 5 dəfə. 72 vurulsun 5, eləyəcək 360. Sonra E bəndində. 25% 32 manat olan məbləğ. 32-ni vuracaq 100-ə, böləcək 25-ə. 100 və 25, 25-ə gedir 1, 25-ə gedir 4. 32 vur 4. 128 eləyəcək. F bəndində. 55% 44 olan lentin uzunluğu. 44-ü vuracaq 100-ə, böləcək 55-ə. Buradan 44 və 55, 11-ə ixtisar gedər 5 dəfə, 11-ə gedər 4 dəfə. 100 və 5 də 5-ə gedər 1 dəfə, 5-ə gedər 20 dəfə. Sürətdə qaldı 4 vur 20, məxrəcdə 1 qalıb. Onu yazma ehtiyac yoxdur. 4-ü də 20-yə vuranda cavabımız eləyəcək 80. Keçək C bəndinə yazaq. Birinci çalışma. 80% 38,4 litr olan qabın tutumu. 38,4 litrə vurmaq lazımdır 100-ə, bölmək lazımdır 80-ə. 34,4-ü 100-ə vuranda cavabımız eləyəcək 3004-ü. 3840 bölünsün 80. Sıfırları ixtisar aparsaq 384 də 8 əslində tam bölünür. 48 dəfə. 384. 8-ə bölünəcək 48 dəfə. Və sonuncu bəndini yazaq. Birinci çalışmanın H bəndi. 75% 27 kiloqram olan kisənin kütləsi 27-ni vuracaq 100-ə, böləcək 75-ə. 100 və 75 25-ə gedir 3 dəfə, 25-ə gedir 4 dəfə. 27 və 3 də 3-ə gedir 1 dəfə, 3-ə gedir 9 dəfə. Cavabımız olacaq sürətdə 9 və 4 qalıb, məxrəcdə 1 qalıb. Onu yazma ehtiyac yoxdur. 9-a 4-ə vuranda eləyəcək 36. Birinci çalışmanın bütün bəndlərini həll etdik. Keçək ikinci çalışmaya. İkinci çalışmada hesablayın və müqayisə edin. Yazıb. 2-nin A bəndində 25% 40 olan ədəd. 25% 40 olan ədəd deyirsə, 40-ı vururuq 100-ə, bölürük 25-ə. Bərabərdir. Burada 25 və 100, 25-ə ixtisar gedir 1, yuxarıda qaldı 4. 40 vurulsun 4, eləyəcək 160. İkincisində 60% 90 olan ədəd. 90-ı vuracaq 100-ə, böləcək 60-a. Burada nəyi ixtisar apara bilər? 90 və 60-ı 20-yə ixtisar aparsaq, daha doğrusu 30-a. 30-a ixtisar aparsaq, burada 2 qalar, burada 3 qalar. 100 və 2-ni də 2-yə ixtisar aparsaq 1, burada 50 qalar. 3 vurulsun 50, eləyəcək 150. Birinci hissənin sol tərəfinin cavabı 160-dır. İkinci hissənin sağ tərəfinin cavabı isə 150-dir. 160 150-dən böyükdür. Keçək B bəndinə. 50% 180 olan ədəd. 180-i vururuq
100-ə bölürük 50-yə. 100 və 50 50-yə ixtisar gedir 1, 50-yə gedir 2. 180 vurulsun 2. Eləyəcək cavabımız 360. 20% 72 olan ədəd. 72-ni 100-ə vurub deməli bölürük 20-yə. 20 və 100 20 ixtisar gedir 1, 20-yə gedir 5, 72 vurulsun 5. Eləyəcək 360. Hər ikisi bir-birinə nə olacaq? Sağ və sol tərəf bir-birinə bərabər olacaq. Çünki ikisində də cavabımız 360 alındı. Keçək C bəndinə. C-də 20% 5,2 olan ədəd. 5,2-yi vuracaq 100-ə, böləcəyik 20-yə. Burada 100 və 20-yə ixtisar gedir. 20-yə 1 dəfə, 20-yə 5 dəfə. 5,2-yi vurmaq lazımdır 5-ə. 2 5'in üstünə bir gəndə 11 vurulsun 5. 11'i 5'ə vururuq. 55 bölünsün 2. 55'i də 2'yə böləndə cavabımız eləyəcək. Daha doğrusu biz bunu əvvəl çevirək. Qarışıq ədədə, qarışıq ədəddən onluq kəsrə çevirmək asan olur. 27 tam 2'də 1. 2'də 1 10'da 5'dir. 0 tam 10'da 5'dir. 27 tam da olduğuna görə 27 tam 10'da 5 olacaq cavabımız. İndi İkincisinə baxaq. İkincisinə deyir ki 40% 11,2 kiloqram olan kütlə. 40% 11,2. 11,2-ni vururam 100-ə, bölürəm 40-a. Bunu da hesablayaq. 100 və 40 20-yə ixtisar gedər. 20, 20-yə gedər 5 dəfə. 11,2-ni 5-ə vurub sürətdə yazıram. Məxrəcə isə 20-ni 20-yə gedər. Deməli bu 2 dəfə. 20 yazmışım. 20'ye gider 42 dəfə, 100 ise 5 dəfə. Burada da 2. İndi 112 11,2-ni 5'ə vursaq, burada vurub göstərirəm. 11,2 vurulsun 5. 2 5'im 11 yadda 0, 5 birim 5 o da 1, 6, 5 birim 5. Vergül atsa bu 0 silirik. Cavabımız eləyər 56. Bölünsün 2. 56'ını da 2'yə böləndə cavabımız 28. Deməli sol tərəfin cavabı nə alındı bizdə? 27,5 alındı. Sağ tərəfində cavabı alındı 28. Hansı tərəf böyük olacaq? Sağ tərəf böyük olacaq. Çünki bunun tamı 28-dir. Bu isə 27,5-dir. İkinci çalışmanı da bitirdik. Keçək üçüncü çalışmaya. Üçüncü çalışmadan hesablayın. A bəndində 10% 7 olan ədədin 60%. Əvvəl 10% 7 olan ədəd tapaq. 7-ni vuraq 100-ə, bölək 10-a. 100 və 10 ixtisar gedir 1, burada qalır 10. 7 vurulsun 10 eləyəcək 70. İndi 70'in 60%'ni tapıram. 70 vurulsun 60 bölünsün 100. Burada artıq ədədin faizinin tapılması olduğuna görə 70'i faiz göstərəndə vurub 100'ə bölürük. Baxın bu sıfırlar ixtisar gedər. Bundan da bu ixtisar gedər. Sürətdə nə qaldı? 7 vurulsun 6. Cavabımız eləyəcək 42. B bəndində 80% 112 olan ədəd. 112'ni vururuq 100'ə, bölürük 80'ə. 80 və 100 20'ye ixtisar gedər 4 dəfə. 20'ye gedər 5 dəfə. 112 də 4'ə gedər 4 dəfə. 112 və 4 4'ə gedər 1 dəfə. 112 də 4'ə deməli ixtisar gedəcək 28 dəfə. Sürətdə qaldı 28 vur 5. 28 də 5'ə vuranda cavabımız 140 eləyir. İndi bu 140'ın 25%'ni tapmalıyıq. 140'ı vururuq 25'ə, bölürük 100'ə. 25 və 100 25'ə gedir 1 dəfə, 25'ə gedir 4 dəfə. 140 ilə da 4 tam bölünəcək əslində burada. 140'ı 4'ə böləndə cavabımız eləyəcək 35. A bəndinin cavabı 42 aldıq. B bəndinin cavabı isə 35 aldıq. Keçək digər bəndlərə. Ortadan xətt çəkim ki qarışmasın. C bəndinə yazaq. 24% 86,4 litr olan tutumun 2%'ni tapın. 86,4'ü vuraq 100'ə, bölək 24'ə. Bunlar deməli 4'ə ixtisar gedir. Əslində belə də yaza bilərik. 3600 86,4'ü 100'ə vursaq 8640 eləyəcək, bölünsün 24. Bunu 24'ə tam bölünür 360 dəfə. 864 24 36 dəfə bölünür. Sonra da 0 əlavə edirəm 360.
İndi bu 360'ın 2%-ni tapıram. 2-yə vurub 100-ə bölürəm. Sıfırları ixtisar aparsam, burada qalar 2 və 10. Belə yazaq əslində qalsa, belə daha asandır. 36-nı 2-yə vurub 10-a bölürəm. 36-nı 2-yə vuranda eləyər 72 bölünsün 10. 72-ni də 10-a böləndə cavabımız eləyəcək 7,2. Keçək D-yə. 60% 96 olan ədədin 35%-ni. 96-nı vururuq 100-ə, bölürük 60-a. Bu sıfırla bu sıfırı ixtisar aparsaq, 96 ilə də 6, elə 6-nın özünə ixtisar gedəcək. Baxın. 96 6-ya gedəcək bir dəfə, bu da 6-ya gedəcək. 10, deməli, 16 dəfə. 16-nı da 10-a vuranda eləyəcək cavabımız 160. Yine 160'ın ne etməli? 35%-ni tapmalıyıq. Vururuq 35'ə, bölürük 100'ə. Bu sıfırla bu sıfırı ixtisar aparaq. 16 vurulsun 35, bölünsün 10. 16'nı 35'ə vuranda eləyəcək 560, 560 da 10'a böləndə eləyəcək 56. Və yaxud da uşaqlar, burada ixtisarda, tam ixtisarda aparıb yaza bilərsiniz. Bu formada da yaza bilərsiniz. Yəni heç bir ziyanı yoxdur. Əsas odur ki, hesablamanı düzgün apara bilərsiniz. Məsələn, ixtisar aparanda da yenə gəlib cavabı 56 alacaqsınız. Amma bu səfər biraz fərqli yoldan göstərdim ki, bu yolu da biləsiniz. Keçək. Deməli, F bəndi qaldı, 2 bəndi qaldı 3-də. Bunları da yazaq. 3-cü çalışmanın E bəndində. 40% 60 metr olan uzunluğun 10%-ni. 60'ı vururuq 100'ə, bölürük 40'a. 100 və 40 20'ye ixtisar gedər. 2 dəfə 20'ye gedər 5 dəfə. 60 vurulsun 5 bölünsün 2 qaldı. 60'dan 2'ye gedir 1. Burada 30. Vuranda 30'u 5'e eləyəcək 150. İndi bu 150'nin də 10%-ni tapmalıyam. Vururam 10'a, bölürəm 100'ə. 1500'ü 100'ə bölmək deməkdir bu da. Sıfırları ixtisar aparsaq cavabımız qalacaq 15. Sonuncu F bəndində yazaq. 6% 2,7 metr kvadrat olan sahənin 15%. 2,7-ni vururuq 100'ə, bölürük 6'ya. 2,7-ni 100'ə vuranda eləyər 270 bölünsün 6. 270 də 6'ya tam bölünür 45 dəfə. Həmin bu 45'in də 15%-ni tapmalıyam. Vurmalıyam 15'ə, bölməliyim 100'ə. 100 və 45 5'e ixtisar gedər 9 dəfə. Bu da 5'e gedər 20 dəfə. 15 və 20 də, baxın burada nə qaldı? 9 və 15 bölü 20 qaldı. 15 və 20 də 5'e gedər. 3 dəfə 5'e gedər 5 dəfə. 3 9'um 27, 5'e gedər 4 dəfə daha doğrusu. 27 bölü 4. Bunu da biz necə yazarıq? 6 tam 4'də 3 kimi yaza bilərik. 6 tam 4'də 3'ü də onluq kəsrə çevirə bilərik. Bərabərdir. 6, 4'ü və 3'ü 25'ə vuraq. Eləyəcək 6 tam %75 bərabərdir 6,75. Baxın, belə də saxlada bilərik adi kəsirlə 6 tam 4'də 3. Amma ola bilsin test işləyəndə qarşınızda həmin bu adi kəsirlə olan cavab olmadı. O zaman nə edəcəksiniz? Onluq kəsrə çevirəcəksiniz və onluq kəsirlə olan cavabı həll olaraq götürəcəksiniz. Üçüncü çalışmamız bitdi. Keçək 4-cü çalışmaya. 4-cü çalışmada A şəhərindən B şəhərinə yük aparan maşın 144 km yol qət etdikdən sonra bütün yolun 55%-i qaldı. A və B şəhərləri arasındakı məsafə neçə kilometrdir? Deməli, yol 100%-dir. Yol bərabər 100%. Bunun 55%-ni gedib. Daha doğrusu 55%-i qalıb. Bəs neçə faizini gedib? 100-dən çıxaraq 55-i eləyər 45%-i gedib. Həmin o gedilən 45% nəyə bərabərdir? 144 kilometrə bərabərdir. Yəni, hansı nəticəyə gəlirik biz buradan? Biz buradan o nəticəyə gəlirik ki, 45%-i 144 olan ədədi tapaq. Bu ədədi tapsaq, A ilə B arasındakı məsafəni tapmış olacaq. 144'ü vururam 100'ə, bölürəm 45'ə. 100 və 45 nəyə ixtisar gedirlər? 5'ə ixtisar gedirlər.
5-ə ixtisar gedir 9, 5-ə gedər 20 dəfə. 144 və 9 da 9-a ixtisar gedər 1 dəfə. Bu da 9-a gedər 16 dəfə. 16 vurulsun 20 qaldı. 16'nın da məxrəci də 1-dir, onu yazmaya ehtiyac yoxdur. 16'nı da 20'yə vuranda cavabımız eləcək 320 kilometr yol. Yəni yolun uzunluğu 320 kilometrə bərabər olacaq. 4-cü çalışmamız da bitdi. Keçək 5-ci çalışmaya. 5-ci çalışmada rəngsaz günortaya qədər divarın 35%-ni, günortadan sonra 25%-ni boyadı. O gün ərzində divarın cəmi neçə faizini boyadı? Bunun faizini tapmaq üçün biz nə edirik? Günortaya qədər rənglənmiş faizlə, günortadan sonra rənglənmiş faizi toplayırıq. Yəni çox asandır. 60%-i rənglə boyadı deyək. 60%-ni boyadı. İkinci sualda isə deyir, divarın gün ərzində rənglənən hissəsi 120 metr kvadrat olarsa, bütün divarın sahəsi neçə kvadrat metrdir? Divarın deməli 60%-i boyanıb baxı. Həmin bu 60% də nəyə bərabərdir? 120 metrin kvadratına bərabərdir. Yenə buradan hansı nəticəyə gəlirik? 60%-i 120 olan ədədi tapaq. Həmin bu ədədi tapsaq bütün divarın sahəsini tapmış olacaq. 120-ni vuracaq 100-ə, böləcəyik 60-a. 120 və 60, 60 ixtisar gedir 1 dəfə, bu da 2 dəfə. Sürətdə 2 vurulsun 100 qalıb, 2-ni də 100-ə vuranda eləcək 200 metr kvadrat. Divarın sahəsi. Bu da oldu sonuncu məsələmizin, bu mövzunun sonuncu məsələsinin həlli.